Salam, xoş gördük, hörmətli izləyicilər. Saray qəsəbəsində 6 sotun içərisində 6 otaq yuxarısı mansarı, 2 mərtəbəli ev 192 min manata. Satışa çıxarıldı, paket kupçalı evdir, şəxsi özlər üçün tikilmiş evdir, qazı, suyu, işığı var, kanalizasiya əsasdakı mərkəzidir. Hələ yerləşdiyi yerə baxın, Saray postundan girən kimi Cəbrayıl market var ha. Düz elə oradadır. Yoldan ikinci yoxsa mən üçüncü evdir. Dayanacaqlara da yaxındır, Bakı yoluna da yaxındır, bütün magistral marşrutlara da yaxındır, taksilərə də yaxındır. 6 sotun içində 2 mərtəbə üstü mansarıdır. Paket kupçadır. Evində kupçası var, torpağın da kupçası var. Baxın, zəhmət olmasa yaxınlaşın bir dənə. Girəcək darvazadır. Girdiniz, navesdir, yanında kaletka qapısı var, burada ağacları var. Baseynə baxın həyətdə. Çox səliqəli səhmanlı baseyni var. Ya evdə yaşayış yoxdur. İnşallah ev alandan sonra restavrasiya eləmək lazım olacaq. Onu da gəlib qiymətindən, ev sahibindən danışıb yuxarı aşağı eləyib restavrasiya elətdirə bilərsiniz. Evin dörd bir tərəfindən fırlanmaq mümkündür. Burada bir dənə yay mətbəxi var, görürsünüz. Yay mətbəxi. Sonra başqa nə qaldı izah eləməli? Dəmir raşotkaları, hər yataq otağının yuxarıda balkonu var. Onları izah eləyəcəm. Zəhmət olmasa yaxınlaşın. Bax burada da, bax buradan çıxan kimi belə terası var. Düz qapının ağzındadır. Qəşəng oturub stol qoyub oturmağa. Sərin yerdir, hündür yerdir, quru ərazidir, su tutan yerdir. Bunları gələndə görəcəksiniz. Böyük bir ərazidir, 6 sotun içindədir. 6 otaq bir mansar, düzdür? Hə, zəhmət olmasa yaxınlaşaq. Bax, bir də deyirəm, evdə yaşayış yoxdur çoxdan. İnşallah siz alandan sonra bir dənə yüngül restavrasiya eləyə bilərsiniz. Belə bir koridordur. Buradan girən kimi qonaq otağıdır, yəni zalıdır. Zəhmət olmasa siz işıqları yandırarsınız. Bax, bura zalıdır, görürsünüz. Bax, belə bir böyük bir zaldır. Təxminən neçə kvadratdır zal, bilmirsiniz? 45 kvadrat tək qonaq otağıdır. Burada da kameni var, kamen işləyə vəziyyətlərdə. Belə kameni də işləyir, hal-hazırda inşallah bunları gələndə görəcəksiniz. 6 otaqlı ev, 192 min manata qiymətində endirim olunacaq. Elə həmən dəqiqədə keçirik mətbəxə. Mətbəxin böyük, mətbəx neçə kvadratdır? 35 kvadrat tək mətbəxidir. Bax, burada da var, aynı, bura baxın. Görürsünüz, burada da yəni otağın hələ davam edir mətbəxi. 35 kvadratda mətbəxidir. Sonra davam edirik. Gəlin zəhmət olmasa. Bu otaqda adam yoxdur. Hə, onlar keçsin qonaq otağına, biz bu sanitar qovşağını göstərək. Bu, birinci mərtəbədə olan hamam tualetdir. Bir dənə bunu göstərək. Birinci mərtəbədə olan hamam tualetdir. Sonra buradan pilləkən qalxır ikinci mərtəbəyə. Pilləkən də monolitdir. 1 ilə 2-nin ortası da monolitdir. Kurqavoy qoşudaş kubiklə tikilmiş, yüksək keyfiyyətlə tikilmiş evdir. Şəxsi özlərinə tikilib. Bu da bir otaq. Aşağıda. Demək, qonaq otağından, mətbəxdən başqa aşağıda belə bir dənə də yataq otağı var. Bax, belə. İndi bu pilləkənlərlə davam eləyək yuxarı. Gəlin yuxarı tez baxaq. Bir də izah edirəm. O 1 ilə 2-nin ortası monolitdir, pilləkənlər də monolitdir. Yəni pilləkən də betondan tökülüb. Keyfiyyətli evdir. Sadəcə aboylarıdır. Görürsünüz, yəni yaşayış yoxdur, evdə ümumi səliqə səhman yoxdur. Bunları gələndə inşallah özünüz eləyərsiniz. İndi gəldik yuxarı. Yuxarıda bir yataq otağı buradadır. Sonra koridordan davam edək. Bu ikinci mərtəbədə. Bir yataq otağı buradadır. Bax, görürsünüz, bu yataq otaqlarının hamısının qapısı, balkonu, çıxışı balkona var. Yataq otaqlarının hamısından balkona çıxış var. Bu bir yataq otağıdır. Hə, yox, bunda yoxdur, bunda pəncərədir. Bunda da var, hə, bunda da var, bunda da qapı var. Balkona çıxmaq üçün qapı, hə, bir də qapı. Balkona çıxmaq üçün bunda da qapı var. Sonra, burada bir böyük yataq otağı var, bax, bir bu. Bu neçə kvadratdır? 35 kvadratda tək bu yataq otağıdır. Buradan da balkona çıxışı var. İşıqlı evdir. İndi inşallah gələndə özünüz görəcəksiniz. Necə? Gün tutan yerdir, bəli. Bu da sonra davam eləyirik. Bu ikinci mərtəbənin hamamıdır. Bu da ikinci mərtəbənin tualetidir. Hamamı göstərin birinci. Hə, bu da ikinci mərtəbənin tualetidir. Bu da ikinci mərtəbənin tualetidir. Hə, indi yaxınlaşın zəhmət olmasa bura, burada paltar şkafı dolabıdır. Buradan da pilləkən qalxır mansarda. Oranı göstərirəm. Mansarda çıxandan sonra düppədüz açıq ərazidir. Onları gələndə inşallah baxarsınız. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində, Saray postundan girdiniz saraya. Cəbrayıl market var. Orada düşdünüz, 20 metrdən, 15 metrdən sonra gəlib girirsiniz bu həyətə. 6 sotun içində, baseyn alı, nə bilim, yay mətbəxi, hər şərait olan, üstündə mansarda olan evdir. Paket kupçalı evdir, 192 min manata satışa çıxarılıb, qiymətindən qəti narahat olmayın. Gəlib ev yəsi ilə danışıb, burada qiymətində yaxşı endirim elətdirərsiniz.
Bu daşı divarı da aboyazadı, təzədən emulsionizadı, restavrasiya edib düzəldə bilərsiniz. Real alıcılarımız buyursun, zəng edəsiniz. Sağ olun.